Mebel ustası işi var yoldaşlar, mebel ustası işi var. Mən sizə elə bir işdən bəhs etmək istəyirəm. Bu deməli axşam növbəsi olan bir işdir. İşin adı rəf quraşdırılması üzrə texnik işidir. Gecə növbəsi üzrədir yoldaşlar. Supermarketlər şəbəkəsindədir. Əlavə 700 manat versə də əlavə gecə ödənişləri də var. Axşam saat 11-dən səhər saat 8-ə kimidir. Orta təhsiliniz olmalıdır və sahəyə uyğun iş təcrübəniz olmalıdır. Misal üçün mebel ustası və s. Belə. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaqsınızsə, ümumiyyətlə iş tapma vəsiyyətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Siz bu videonu harada görürsünüz? YouTube-da görürsünüzsə, əlaqə vasitəsi videonun adında qeyd olunubdur. Ya əgər siz bu videonu TikTokda görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əcəb sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Əcəb adlı kanala daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.